Mən Qabil, bu gün sizlərlə birlikdə yeni bir video ilə qarşınızdayım. Bildiyiniz kimi Fenerbahçe kariyerində Şampiyonlar Liginə çıxa bilmişdik. Şampiyonlar Ligində də davam edirik. Rəqibimiz Ajax'dır. Son 2 maçımız qalıb. 2 maçı tutsuq, bəlkə də 8-də 1 finala qala bilərik. Ajax maçına keçək. Kadromuzu göstərim sizə. O belə göstərim. Gördüyünüz kimi. Bu bölümdə bir iki oyuncu ilə yollarımızı da ayıra bilərik. Dostlar, bu arada videolara heç layiq gəlmir demək olar ki. Heç gəlmir. Bu kariyeri də bitirəcəm. Şampiyonlar Ligi qazanıb qazanmayan video layiq gəlmir demək olar ki. Burada transferləri görürsünüz. Olympiakos Ajax'a qarşı Japon oynadılar. Japon alıb satmalıyıq. Bildiğiniz kimi videonun kralı odur. Görək neçə milyondur o Japon. Hollanda nəsə Japon çox oynadı. Bir 40 milyon götürəcəm dostlar. Buradan. Hanı? Ha, bir daha. 31 yaşı var. Biz oynada bilmərik bu arada dostlar. 10 milyon verəcəm. Rədd elədi. 20 milyon. Qəbul elədi axırı. Bunu sataq. Bu arada dostlar, bildiğiniz kimi Salah'ı kiralamışdıq. Bir də belə bir Barcelona'dan oyuncusun. Transfer indi dostlar, hansı mövqe eləyək. Bir dənə CB götürək 79 üstü savunmaya. Ben geçək. 36 min bütçəmiz var. Van Dijk yox. Zavallı çoxdur hə, bax. Juventus oynayır. 5 milyon fazladan. Qəbul eləmək. Yaxşı, buradan bir dənə oyuncu götürək. 36 milyona cavan olsun onda. Buradan baxaq. 28 yaş. 25. 27. 27. Bunların neredeyse hamısını bunun 25. 25'ti. Bunu gülmüştü bu. Manchester City'de oynuyor. Yok ya dostlar, bunu götürək Fransalın. 31 milyon verəcəm Manchester City'ye. Qəbul elədi. Bunu qoyaq savunmaya. Все. Buradan bir iki oyuncu ilə dostlar yollarımızı ayıracaq. Bu 32 yaş. Elə onunla yollarımızı ayıraq. Geçsin. Все, getdi o da İspanya. Devam eləyək Ajax maçı. Simülə eləyəcək. 1-1 bərabərə. Galatasaray da bərabərə qalıb. 13 xalından yenə dostlar 2-8-yə qalamayacaq. Playoff oynayacaq. Türkiyə kubok maçları oynanır. Altı sorutduq. Alanya'ya qarşı. Dostlar, bu da ligdə birinci gedirik. Çox yaxşı gedirik. 2-0 qəşəng. Birinciliyi verməyə Galatasaray'a. Antalya'ya qarşı. Nədir bu? Oyun da hərdən gicdilir. Bug olur oyunda hərdən. Olsun, xal ehtiyatımız var yaxşı ki. Və Barcelona.
bir uduzluq olsun. İlk olsa 24 idi. Görək playoffda rəqibimiz kim olacaq? Napoli. O pis oldu Napoli'nin gəlməyi. Çox pis oldu. Elən çətini bizə düşüb demək olar dostlar. Galatasaray bu arada kaybedib 2-1 Trabzona qəşəng. İndi biz Trabzonla oynayırıq. Üç 0. Ligdə birinci yerimizi qoruyuruq. Samsun. Bir qazandıq. Galatasaray uduzub qəşəng. Gençlər Birliyinə. Fərqi açırıq birincilikdə. Napoli'nin heyətinə baxanda. Bizə ən çətin rəqib gəlib demək olar dostlar. Çətinin çətini. Bəlkə keçə bildik. Bilmək olmaz. Belə yaxşıyıq. Keçək. Qəşəng. 2-0. 2-0 qəşəng. Galatasaray Romanı udub 5-0. Oy 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 oy. Biz yenə son 16 turuna görsən qala biləcəyik. Kubokda rəqibimiz Galatasaray. Roman udmuşdu bunlar da 5-0. Kubokda 2-1 hələ ki uduzmuşuq. Gençlər Birliyinə qarşı 1-0. 2-0 utduq. Napoli maçı. Səfərdə oynayırıq. 1-0. Keçdik turu qəşəng. 1-0'dan sonra keçmişik turu. Galatasaray səfərdə Romadan 2 gol buraxıb, amma hər ikimiz də son 6 turuna qaldıq. Başakşehir buradadır. Buradan görə kimsə yoxdur bizdə. Qarabağ var. O da uduzub. Olsun. Kubok maçımız təzədən. Qəşəng. Kubok maçında Galatasaray keçdi. Qəşəng. Ligdəki maç. Beş 0 qəşəng. Bayern Münih gəldi son 16'da. Bayern Münih. Oy 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 oy. Galatasaray Barcelona eşləşib. Çox çətin olacaq. 1-0. Səfər tutduq 1-0. İndi evdə qaldı. Galatasaray tutub. Oo, Galatasaray tutub. Başakşehir ələnib. Bizə buradan bir dənə çırpıya qoyaq. Hələlik. Görək bizim o Mıqı 3 maça çıxıb oynayıb. Hatay'a qarşı. 7-0 Hatay'ı darmadağın elədi. Galatasaray tutub. Və gəldi Bayern Münih maçı təzədən. Çox təhlükəli bir maç keçəcək. Öz evimizi. Qəşəng ikinci gol. Ay 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 ay. Qəşəng. Keçdi penaltilərdə. Qəşəng. Galatasaray da keçib. Oy 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 oy. Nələr olur? Real Madrid dələnib. Trabzonda keçib. Türkiyə adına çox qəşəng bir dəqiqə Avrupa Ligi gedib. Beşiktaş burada Feyenoord ələnib. Playofflarda. Rəqibimiz Arsenal oldu. Arsenal. Ligdə dərbi. 3
vurutduq ligdə də. Çox qəşəng keçdi bu sezon bizim için. Şampiyonluğu vermiyor. 4-0 qəşəng. Arsenal və o maç. Galatasaray və Real'la eşləşib. Kaş bizə gəlsəydi bu rəqib. Kaş. Amma olsun bizə Bayern Münih'i keçmişdi. Arsenal'la eyni güclüydü. 1-0 qəşəng. 2-0. 2-0. Nələr olur? Oy. Trabzon uduzub 2-0. Biz də Şampiyonlar Ligi'ndə Arsenal'ı 2-0 utduq. Kubok maçı. 3-0 utduq. Göztepe'ye qarşı. Beraber olsun, uşaqlar olsun. Və gəldi o böyük bir maç. Arsenal maçı. Hadi Fener, hadi 1-0 qəşəng. Güzel keçdi Arsenal'ı da. Arsenal da keçdi. Galatasaray'a ələnib amma. Napoli'nin 2-1 keçə bildi. Bayern Münih penaltılarda keçdi. Burada da Arsenal'ı keçdi. Villarreal bizə gəlsə çox yaxşı olar. Trabzon da əlinib. Inter gəldi. Kaş Villarreal gələrdi. Gaziantep'e qarşı. 3-0 utduq. Kasımpaşa. Dostlar, bu arada bu kariyer bitəndən sonra elə bir bomba kariyer gəlir. Çox zorlu olacaq. O sizə deyim. Çətin olacaq. 1-0 Kasımpaşanı tutduq. Kubok xəbəri gəldi bizə. Altı Vəfisi o ligdə şampiyon bizi. Direkt olarak Şampiyonlar Ligi'ne qatılacaq dostlar. Da playoff oynamayacaq. Konya'ya qarşı. Direkt olarak ligdə şampiyon bizi. Inter. Hakan Çalhanoğlu var ilk 11'lərində. Biz forvet nətər kiralaya bilərik bu sezon için. Forvet. Yararı. Fərqi yoxdur. Bunu bizə kiralayar Bayern Münih. Yox be. Kiralamır. Villarreal Borussia Dortmundla eşləşib. Dostlar, Inter'ə belə baxıram keçə bilərik. Çox rahat. Keçənmərik amma keçərik. 1-0. Bərabərə. Onların evində. Çox qəşəng bizim işimizə yarayacaq. Liga maçıdır. Bunu keçək. 4-0 utduq. Buradan keçək. Və Inter. Öz evimizdədir. Cavab oyunudur. Yox. Ay. Qəşəngdə gəlirdi. Bir gol çatmadı. Amma mən bu kadronu təbrik eləyərəm. Çox qəşəng gəldi. 4-də 1 finalacan gəlib çıxa bildi. Mən bu kadronu çox təbrik eləyərəm. Opsi sezonda direkt olarak Şampiyonlar Ligi'ne qatılacaq. Amma kadro çox qəşəng idi. Dostlar, bu sezonun sonu bizdən Salah ayrılır. Liverpool'a gedəcək. Olsa yaşı üzü olub 36. Futbolu bıraxmayacaq. Kubok maçı.
Konferans Ligi Newcastle'ın olub. Avrupa Ligi Milan'ın olub. Şampiyonlar Ligi Inter'in olub. Opsi sezona keçirik. Və mən bu kadroya təbrik edirəm. Bu yönetimdə baş geri bir deyəsən. Liginə bir finala qalmalısan. Başqa açıb ama olsun. Yəni də burada Galatasaray istəyir bizi. Amma getməyəcəm kariyer fənərində deyə. Galatasaray kariyeri də eləyə bilərik dostlar. Siz yazarsınız. Baxın gördüyünüz kimi Salah təzən qayıtdı Liverpoola. Qo Salah'a baxın morvuruna. Düşdü görüm. Burada olmaz o. O burada da dur. Futbolu bıraktı o. Aa, Salah yoktu. Yok daha. 84 oldu. İstəsək yenə kiralaya bilərik. Hatta ala da bilərik. Görürsən dostlar, yenə kiralayaq, alaq. Qoy bizdə də əməkli olsun elə. Salahı götürəcəm dostlar. Liverpool'dan. Təzdən götürürük Salahı. Gəldi. Kralıq oynayırdı bir zamanlar, indi rahat gəldi bizə. Burada çoxlu beyimiz var elə bir bizim cıbeyi. Bunları qoyacam bura. Bir iki sezon irəliləyəcəm dostlar. Görüm təklif gələcək hansı oyuncularımıza. Onu da keçdik. Və bu daha təkliflər. Bunlar bu oyuncunu satmam. Elə buna təklif göndərirlər. Kerem Aktürkoğlu'nu istəyir Borussia Dortmund. Bossa az verir. Bunu da satası dörər. Kadromuz deyəsən elə eyni qaldı dostlar. Biz direkt olarak Şampiyonlar Ligi'ne çıxırıq. Burada 60 ise 71 idi. Onlara təklif gəlsəydi satardıq. Bu 60'lığı ya qalsın oynasın. Kubok maçı Beşiktaş'a qarşı. Beşiktaş geçti ve Galatasaray. Beş soru geçti. Ve dostlar, videoyu burada bitirəcəm. Direkt olarak o sezonda Şampiyonlar Ligi'ne çıxacağıq. Gördüğünüz kimi çox maraqlı bir bölüm oldu. Bu kariyer bitəndən sonra bir dənə bomba kariyeri gəlir. Bir dənə o kariyeri görəsiniz. Hər neyse dostlar, burada videomu bitirəm. Sağ olun, salamat qalın.